القرآن ترتيلا بسم الله الرحمن الرحیم. الحمد لله رب العالمین و صلی الله علی محمد و آله الطاهرین. اعوذ بالله من الشیطان الرجیم. ولا یأتل اولو الفضل منکم والسعة ان یؤتوا اولی القربى والمساکین والمهاجرین فی سبیل الله. Bu ayə o şə'n-i nüzul ki zikr eləyiblər, efq cərəyanının davamıdır. Bir sıra münafiqlər bəzi müsəlmanları allatdılar. Münafiqlər 10 nəfər ya 40 nəfərəcən deyiblər. Bir qrup idilər, təşkilat formasında. Bunlar yalan xəbəri yaydılar, yarattılar və cəmiyyətə tam yaymağı da bu müsəlmanlardan istifadə edədilər. Bəzən xəbəri münafiq yaradar, müsəlman ki sadədir, bunu yayar, bunu cəmiyyətin içində nəşr eləyər. Əsli xəbər nifaq tərəfindən idi ki, Peyğəmbərə zərbə vursunlar, İslama zərbə vursunlar. Müsəlmanlara bir növ zərbə idi də. Yəni, müsəlmanların Peyğəmbərinə zərbə vursalar, həqiqətdə müsəlmanlara zərbədir. Bir böyük alimə, müsəlmanların aliminə zərbə vursalar elə, bu həqiqətdə elə müsəlmanlara zərbə vurmaqdır. Bəzən insan diqqət eləmir, görsən ayırır, mənə ki demirlər. O ayədə deyir ki, siz niyə öz-üzə xeyri yozmusunuz? O sənin Peyğəmbərindir da, sənə deyirlər. Amma indi sən diqqət eləmirsən, sən də ağız olmusan, tribun olmusan, bunun mənası bu da ki, sənə demirlər. Sənə də deyirlər, amma sən allanmısan. Allah-u Teala ona görə burada müsəlmanları çox danladı. Bəzi müsəlmanlar indi qərarlaşdılar ki, bu efq hadisəsində kim iştirak edib, onlarla bir növ əlaqəni tam sərd əlaqə eləsinlər. Bəzilər yoxsul idilər bu müsəlmanlardan, bəzilər fəqir idilər, bəzilər mümkün də əqrəba idilər. Bir sıra müsəlmanlar, bir sıra Peyğəmbərin ətrafındakı əshab qərarlaşdılar ki, daha onlara kömək eləməsinlər. Çünki bunlar belə bir hadisədə iştirak elədilər. Daha yoxsuldur, yaxud əqrəbasındandır, yaxud miskindir, hər nədir, mühacir fi səbilillahdır, yəni hətta Məkkədən gəlibdir, əziyyət çəkibdir. Amma çün bu yolda iştirak elədilər, çaşdılar, daha qutuldu. Bunlara daha kömək edilməz. Bəzilər hətta and içdilər. And içdilər, yaxud and içməsələr də əməldə tərk elədilər, ya azaddılar. Hər üç mənaya bu ayə işarə edir. İndi ərz eləyəcəm hansının üçdəsi. Hər halda günahkardır. Bu danlanmalıdır. İndi o günahına uyğun. Münafiqlər bir növ, onların üçün işləri bu xəbərləri yaratmaq idi və onlar çox vaxtlarda tövbə eləməzlər. Çünki ruhlarında, qəlblərində bu xəstəlik hopubdur. Və nifaq tuxumu qəlbidə böyüyübdür. Amma bu sadə müsəlmanlar fəqət
qulaq günahkar olublar. Əlbəttə, bu özrü deyil, bəraət qazandırmaz insana ki, qulaq günahkar olsun. İnsan hər nəyi eşidib ki, yaymamalıdır. Xüsusilə başqa insanların abrısına aid ola. Xüsusilə öz peyğəmbərinə aid ola. Özünə aid dəqiqətdə. Ayıranmaz. Bu diqqətsizliğindən, qəflətindən ayırıbdır. İnsan eləyənməz, məsələn, özü ilə o alimi ki, ona təqlid eləyir, onunla özünü ayıra. Ona təhqir elə, buna təhqirdir. Ona sözləkkələmək, buna sözləkkələməkdir. Amma bəzən insan diqqətsizlik eləyir, ayırır. Hər halda, Allah-u Teala burada bunların bu işlərini də bəyənmir. Ki, bunlar qərarlaşdılar, daha heç kömək eləməsinlər. Bunlar üçün iştirak elədilər filan efq hadisəsində. İştirak eləyənlər biyazı münafiq idilər. Onlar öz yollarında idilər, tövbə eləmədilər. Amma iştirak eləyənlərin biyazı adi cəmaat idi. Bunlar allanmışdılar, çaşmışdılar. Allah-u Teala bunları uzaqlaşdırmır özündən. Və müsəlmanlara da deyə uzaqlaşdırmıyor. Bunlar da sizinkilərdilər, amma çaşıblar bu hadisədə. İnsan ki, bir dəfə çaşdı, bunu yıxmazlar. İnsan bir daha günah elədi, bunu yox eləməzlər. Biz bəzən cəmiyyətdə ya o tərəfdən yıxılırıq, ya bu tərəfdən. İfrat, təfrit buna deyərlər. Ya bəzən diqqətsizik, ya vasvasılıqla diqqətliyik. İnsan bəzən normal yolu, orta yolu getməyə öz ruhunu hazırlamaz. İnsan bu işlərdə orta yol. İnsan işi sözünü deməlidir. Tövbə eləyənin də tövbəsini qəbul etməlidir. O ki, gördü çaşıbdır. Gördü münafiqin vəsaitinə çevrilibdir. Kukla olub münafiqə. Onu da qeydib da. Allah-u Teala buyurur ki, və la yə'təli. Yə'təli bir mənası and içməsin. Bir mənası tərk etməsin. Bir mənası da azatmasın. Hər üç məna işlənibdir. Və la yə'təli ulul fəzli minkum. İmkanlılar ki, sizdən vardılar. Və səə, geniş imkanları var. Çün geniş imkanları var. Fəzl, yəni öz həyatlarının ehtiyaclarından yuxarı. Bir budur ki, insan öz həyatını qədər, öz yaşayışı qədər imkanı var. Yox, ulul fəzl, yəni ondan əlavə imkanlıdırlar. Başqalarının əlindən tuta bilərlər. Deyir, bu imkanlılar, o geniş varlılar, bunlar and etməsinlər, yaxud tərk eləməsinlər, yaxud azatmasınlar. Nədən? Ən yu'tu ulul qurba ki, ən yaxınlarına kömək eləydilər, infaq eləydilər, miskinlərə infaq eləydilər. Vəl muhacirin fil səbilillah. Onlar ki, Allah yolunda hicrət ediblər, hər nələri var idi, Məkkədə qoyublar, gəliblər. Maraqlı da, insan bəzi mərhələlərdə təmiz olar, bəzi mərhələlərdə mümkündür aza. İnsan əvvəl mərhələdə hacəru, amanu və hacəru. İman gətirib, hicrət edibdir. O zəhmət ilə gəlib Mədiniyə, nə var idi Məkkədə buraxıb gəlib. Vəli Mədinədə bu ayənin o içərisindən bu çıxır ki, bir sıra efq hadisəsində iştirak edənlər mühacirlər də var idilər. Fuqara da var idi, bəzi müsəlmanların əqrəbaları da, mühacirlər də var idilər. İnsan imanından muvazib olmalıdır, diqqətli olmalıdır. Bir etapda mümkündür imtihandan çıxa, bir başqa etapda yox. İnsan mümkündür qəzəb imtihanı verə bilə, qəzəblənməyə, heç vaxt hirslənməyə, amma şəhvət imtihanı verənməyə.
Mümkün insan şəhvət imtihanı verə, amma vəzifə imtihanı verənməyə, istol imtihanı verənməyə, riyasət imtihanı verənməyə, mən ilə Allana. Mən böyük olum, ya sən böyük ol. Bundan çaşa. Hər halda insanın o mərhələləri var. Bir, sahələri və insanın böyüyəndə də bir ayrı dərəcələri var ki, bəzi dərəcələrdə mümkündür insan yıxıla. Diqqətli olmalıdır, deyil. Bu bir mesajdır ayənin içində, amma o adamlara deyir, siz niyə and içirsiniz ki, bunlara kömək eləməyəsiniz? Siz niyə azaldısınız bunlara köməyinizi? Yaxud tərk edirsiniz bunlara köməyinizi? Bu cür eləməyin. Bunlar da bir səhv eləyiblər, bir günah eləyiblər, amma tövbə eləyiblər. Siz də vəl-yəfu vəl-yəsfəhu. Siz də bağışlayın, əff eləyin, vəl-yəsfəhu. Hətta zehninizdən silin. İnsan bəzən bağışlayar, amma zehnində qalar. O çiynəsi qalar. Daha davranışında bir küsər insan birindən. Heç danışmaz da. Amma bəzən əff eləyər. Daha danışar, adi, normal yaşayışını ondan bərpa eləyər. Amma içərisində o çiynə qalar, içərisində o narahatçılıq qalar. Səhv, yəni bu narahatçılığı da içərizdən götürün. Vəl-yəfu, əff eləyin və əffidən də yuxarı səhv də sizdən baş versin. Yəni içərizdən də silin. Öz ürəyinizi də həll eləyin məsələsin. Davranışınızı həll eləyin, ürəyinizi də həll eləyin. Əff və səhv. Niyə? Sizdə də bu xətalar olar da. Əla tuhibbunən yəğfirəllah ləkum. Sevmisiniz Allah sizi bağışlasın. Əgər xəta bəhsidir, günah bəhsidir, bu sahədə bunlar günah ediblər, bir başqa sahədə də sən günah eləmişdin. Sən necə gözləyirsən Allah səni bağışlasın, səndə də bu hiss olsun, başqasına nisbət əff elə, səff elə. Vallahu qəfurur rahim. Necə Allah bağışlayandır və rəhimdir. Allah bağışlamaqdan da yuxarıdır. Fəqət qəfur deyil ki, bağışlasın. Yenidən rəhmət də göndərər o şəxsə. Bir budur ki, əff eləyəsən, bağışlayasən, amma da buraxasan öz başına. Yox, məğfirətdən yuxarı rəhmət də tazadan biləsinə rəhmət göndərəsən, tazadan biləsinə diqqət yönəldəsən, tazadan biləsinə nemət verəsən. Bu olar rəhim. Allah-u Teala burada bu cür sözlərlə istəyir mənə bir hidayət versin. O hidayəti nədir? İnsan bağışlamağı da bacarmalıdır. Bir, insan birinin həyatını bir günahla bağlamamalıdır. Bir xəta ilə bağlamamalıdır. Hətta Allah-u Teala bundan da incədir, ha? Bundan da rəhməti yuxarıdır. Fəqət əff və səff hidəyi. Bəşərdə də bu xasiyyət, bu bacarıq yoxdur. İnsan mümkündür birini bağışlaya, mümkündür birini ürəkdən də çiynəsin silə. Amma daha onun öz ürəyində xəta, o səhv içi qalır. Allah-u Teala qiyamət günü o günahkarın öz qəlbindən də günah yadını siləcəkdir. Ta bu hissi də olmasın, xəcalət çəkməsin, utanmasın, şərməndə olmasın, narahat olmasın. Bu Allahın əffinin, rəhmətinin daha çox zərvəsidir. Əssalamu aleykum və rəhmətullah və bərəkatuhu. رحمن يا رحمن ساعدني يا رحمن اشرح صدري قرآن واسق حياتي قرآن